Bəzən elə pasientlər olur ki, biz baxırıq, siz o bayaq soruşdunuz, saç həkimi tövsiyə eləmirik. Çünki donor bölgəsi yetərsizdir, həmən açıq olan nahiyəni qapatmaq üçün kifayət qədər başın yanlarında və arxasında saç kökləri yoxdur. Biz onlara saç həkimi tövsiyə eləmirik və belə biz cavab verəndə bizə deyir ki, yaxşı, doktor, bəs limitsiz saç həkimi neçədir? Deyirəm ki, limitsiz deyəndə nə başa düşürsünüz? Yəni limitsiz sözü yoxdur. Biz illərdir bu barədə təbliğat aparırıq, həm sosial şəbəkələrdə, həm pasientlərlə. Hələ ki orada qalib çıxa bilməmişik. Yenə də sual olaraq da limitsiz saç həkimi, limitsiz deyə bir saç həkimi olmur. Və qiymət də ondan formalaşır. Ona görə mütləq araşdıranda qiymət faktoru məncə ikinci plana keçməlidir. Məntiqi də düzgün gəlmir də. Çünki siz əməliyyatı 3 saata görüb də 6 saat və yaxud 10 saatlıq əməliyyata eyni məvacibi ala bilmərsiniz də. Çünki orada tək sizi də belə qoydum, klinikanın xərcləri və s. bunun kimi. Yəni necə limitsiz deyib sən onun hamısını qata bilirsən. Və standart təbliğ eləmək bu belə doğru deyil.